The first time I heard the sounds of the Kamancha, I was 21 years old, and instantaneous. The moment I heard this music, I thought, I have to follow this path. Mugham brought me to Azerbaijan. Once in Azerbaijan, I found myself caring about the people. Özü İslam çok sizin dilinizde biraz özümü öğretmişsiniz. Biz dostlarım var bugün de ilk defa buraya gelmişim. İşte doktor filminde sizin dilinizde hiçbir söz danışmamışım. İlk yani biz şeklimiz var ki 89 yılda siz geldiniz otel otağına sahibe gibi tercüme var benim yanında olmadı. O tercüme yapısı insanı hemen inanmadı. Mesela çünkü balacık cümle dediğim İngiliz dilinde o paragraf yani. Almanistan'a gitmişim, Leipzig'de, orada üniversite var, sizin yaşayan uşaq var, orada okuyorlar, çağırdılar beni, Polat Poladov ve onun anası Rubaba Poladov, o tarih müəllimdir məktəbdə. Onda hem de Şvitsariya 14 dəfə orada getmişəm, ifadə edim, Azərbaycan nümayəndə olmuşam. Yılında çaldım, başladım, danıştılar, çıktım, gittim sahnede. Danışmak istedim. Odlar Yurdu Azərbaycan adlı 90-cı illərin əvvəllərində bir kitab yazdı Azərbaycanla bağlı. Latviyadan Lotris Hauserich var idi, Litvadan Richard Lapaitis var idi. Bu adamlar barmaqla sayılası adamlar idi. Dünya, yəni hər tərəfimiz düşmən idi. Bir gün Azərbaycan'a şükürlər olsun, dostları çoxalır, Azərbaycan'a gəlmək istəyənlər çoxdur. Ama o dövrdə ürək istəyirdi ki, gələsən, gedəsən Bəhrəm Təfiyə, Güzanlıya, ay Allah, o mığmığaların vız-vız elədiyi o vagon şəhərciklərinə gedəsən, o uşaqları tapasan, o əskər balamızla Güzanlıda görüşəsən. Bunlar tamam fərqli bir hadisələrdir, Bunun üçün həm də cefr olmaq lazım.
Ben istəyirəm ki, siz söz deyəsiniz. Bizim həm də 2 gün önce bizim ofiste görüştük ve biz ötən il bizim təşkilatın 30 illik yubileyi oldu. Biz orada bizim bir sıra dostlarımızı mükafatlandırmağı düşünürdük ama gelmek məhdudiyyəti olduğuna göre biz mükafatlandırmadık. Jeffrey bizim təşkilatın Beynəlxalq Avrasiya Mətbuat Fondunun mədəniyyət elçisi tituluna layık görüldü. Medeniyet sahne. Bravo. Yeri gelmişken diyeyim ki bizim teşkilatın hem de himayəçilik şurasının sədri, hörmətli xalq yazıçısı Çingiz Abdullayev. Ben onu da almıştım.